Bu möcüzəvi toxum chia toxumu adlanır. Faydaları yaxın oturumdasın. Chia toxumu qaraciyərə böyük faydası var. Mədə bağırsaqda mikrobakteri əleyhinə mükəmməl vasitədir. Qanda xolesterini, şəkərin yaranmasının qarşısını alır. Biriyyət istəyini azaldır. Chia toxumu piyləri əritməyə əla vasitədir. Sizə çox rahat şəkildə hazırlaya biləcəyiniz bir resept verirəm. Bunun üçün bizə lazımdır qatıq və chia toxumu. Əlavə edirsiniz qatığın üzərinə chia toxumunu və yaxşıca qarışdırırsınız. Müəyyən bir müddət gözləyirsiniz ki, chia toxumu jeli halına gəlsin. Axşamlar ac qarnına yeməkdən dərhal sonra yatmadan öncə hazırlayıb qəbul etmək tövsiyə olunur. Səhər-səhər mədə bağırsağınız tərtəmiz olacaq. Chia toxumunu əlavə edib qəbul edənlərə də sözüm, tövsiyəm dərhal qəbul etməyin. Gözləyin ki, chia toxumu şişsin. Tərkibində kalsium, maqnezium və fosfor var. Sümüklərə çox böyük faydası var. Ürəyin ritmi tənzimləyir. Zulal, mineral yağlar və enerji mənbəyidir. İnsana çox güclü enerji verir və ən böyük müsbət təsiri isə mədə bağırsağı təmizləyir və toksinlərdən insanı azad edir. Pi əritmək üçün əla, əlverişli bir toxumdur. Chia toxumundan qəbul et. Sağlam ol dostlar.